Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugünkü videomda üzəri xırçıltılı, içi yumuşaq, şokoladlı və qozlu içiliklə kruasanlar hazırlayıram. Sizin üçün də maraqlıdırsa videomuzu sona qədər izləyin. Xəmir üçün bizə lazımdır 1 stəkan ilıq su və 1 stəkan ilıq südü qaba tökürəm. Üzərinə isə 2 yemək qaşığı şəkər tozu əlavə edirəm. Sonra isə bir dolu yemək qaşığı mayanı əlavə edib biraz qarışdırıram. Bunları qarışdırdıqdan sonra 1 çay qaşığının ucunda duz əlavə edib və yarım stəkan, yəni 100 ml duru yağı tökürəm. Üzərinə isə 2 yumurtanı ağlı sarılı əlavə edib çırpıcı vasitəsilə yaxşı qarışdırıram. 1 paket vanili və 5 stəkan unu hissə-hissə əlavə edirəm qarışıma. Xəmir alınana qədər qarışdıracağım və 5 stəkan unu əlavə etdikdən sonra görürəm ki, mənim xəmirim boşdur. Yenə də əlavə 1 stəkan un hissə-hissə tökürəm. Ümumilikdə mənim xəmirim 6 stəkan yarım un apardı. Xəmirimiz hazırdır. Yumşaq xəmir alınmalıdır və mən bunu 1 saat kənarda mayalanmaq üçün saxlayacağım. 1 saat keçdi, artıq xəmirimiz gəlib, yaxşıdır. Mən bunun havasını biraz çıxardıram. Mayalı xəmir olduğu üçün bunun havasını mütləq çıxartmaq lazımdır. Gördüyünüz kimi yumuşaq, pambıq kimidir xəmirimiz. İndi isə bunu hissələrə ayıracağım. Taxtanın üzərində mütləq un səpmək lazımdır. Mayalı xəmir olduğu üçün tərkibinə qatdığımız ərzaqlar ev temperaturunda, süd və su isə ilıq olmalıdır. Xəmirləri 10 ədəd eyni hissəyə ayırdım və alt hissəsini bu cürə unluyuram. Daha sonra isə geniş bir qaba yığıram. Üzərinə isə sarafan örtüb dəsmalla 15 dəqiqə saxlayacağım ki, biraz da kündədə gəlsin. Ev temperaturunda 15 dəqiqə saxladıqdan sonra mən xəmirləri götürüb bir-bir eyni ölçüdə açacağım və alt hissəsini un vurduğum üçün altına un vurmuram. Azcana üzərinə un sərpib xəmirlərimi eyni ölçüdə açıb üst-üstə yığacağım. Gördüyünüz kimi asanda açılır. Biz kündədə saxladığımız üçün xəmirlər çox asanda açılır. Üzərinə biraz da un sərpirik ki, yapışmasın. Hamısını açdım 10 dənə kündənin. İndi isə 150 qram yağ götürmüşəm. Kərə yağı ev temperaturunda mütləq olmalıdır. Qabın içərisinə, yəni xəmirin alt hissəsindən un sərpmək lazımdır ki, sonra bu xəmiri çıxardanda yapışmasın. Birinci xəmirimi qoydum. Üzərinə ev temperaturunda olan yumuşaq kərə yağını spatula vasitəsilə gördüyünüz kimi çəkirəm. Siz bunu yağ bıçağı ilə də edə bilərsiniz və yaxud da adi bıçaqla da edə bilərsiniz. Və digər xəmirləri də ardıcıllıqla bir-bir qoyuram. Üzərinə yağı çəkirəm. 9 ədəd xəmiri ara hissələrini yağlayıb üst-üstə yığdım və 10-cunun isə üzərinə yağ vurmuram. Üzərinə sarafanı keçirdirəm. Sonra isə yarım saat soyuducuda saxlayıram. Artıq yarım saat keçdi. İndi mən bunu qabdan çıxardıb taxtanın üzərinə qoymalıyam. Taxtanın üzərinə gördüyünüz kimi un sərpdim. Xəmiri qabdan çevirib çıxartdıqda alt hissəsi belə ayrılsa bir-birindən narahat olmayın. Əlinizlə qoyun digər xəmirlərin üzərinə və bu cürə əlinizlə basın üzərindən. Və mən biraz belə əlimlə açıram və havası da gördüyünüz kimi çıxır. Əlimlə xəmiri açdıqca 1-2 dəfədə ən azı xəmirin digər tərəfini çevirirəm və o hissəsini də əlimlə yenə də açmağa çalışıram. Artıq undan da istifadə etmirəm və bu formada əlimlə biraz açdıqdan sonra indi isə oxlovla və ya mərdanə ilə də edə bilərsiniz bunu. Oxlovla orta hissəsindən kənarlara doğru xəmiri biraz genişləndirirəm. Xəmiri açanda biraz ehtiyatlı olmaq lazımdır ki, xəmir cırılmasın və çox da qalın olmasın. Kruasan üçün mən qozlu işlikdən və damla şokoladdan istifadə edirəm.
Qatılaşdırılmış süd və cemlə də hazırlaya bilərsiniz. Hətta şokolad kremindən də istifadə etmək olar. O baxır sizin seçiminizə. Mən xəmiri kəsirəm. Eyni ölçüdə çalışıram kəsmək üçün və kəsdiyim xəmirlərin isə uç hissəsindən yenə də hissələrə ayırıram. Kruasanı bükmək üçün o kəsikləri mütləq atmaq lazımdır. Baxın, şokoladı qoyandan sonra xəmirin kənarlarını əlimizlə belə bərkidirik. Qoyduğumuz içlik bişərkən kənara dağılmasın. Onu da qeyd edim ki, 1 çay qaşığı içlikdən istifadə edirəm. İstər qozlu içlik olsun, istər şokoladlı. İçliyi çox qoyanda kruasanlar bişərkən partlaya bilər. Ona görə də bir dolu olmayan çay qaşığı içlik qoyuram kruasanlarımın içərisinə. Çox içlik qoysanız kruasanınız bişərkən partlaya bilər. Və üzərinə isə yumurtanın sarısı, 1 çay qaşığı isə süd əlavə edib yaxşı qarışdırmışam. Kruasanların hamısının üzərinə yaxşıca çəkirəm. Sobamı əvvəlcədən isitmişəm. Kruasanları 180 dərəcədə konveksiya rejimində 30-35 dəqiqə bişirəcəm. Kruasanlarım bişdi və çox gözəl qızarıb. Hazırladığımız xəmirdən 28 ədəd kruasan alındı. Kruasanlar çox istidir, soymayıb. Ancaq mən sizə göstərmək istəyirəm. İstikən yumşaq, üzəri isə xırçıltılıdır. Alt hissəsi də çox gözəl qızarıb. Gördüyünüz kimi əlimdə qırmaq istədikcə kruasanım ovulub tökülür. Gördüyünüz kimi qat-qat, tel-tel ayrılır və içərisi də elə qat-qatdır. Bu mənim qozlu içliklə hazırladığım kruasandır. Şokoladlı içliklə hazırladığımda kruasandan birini sizə kəsib göstərmək istəyirəm. Dəyərli izləyicilər, göz haqqınızı halal edin. Əgər videomuzu bəyəndinizsə, kanalımıza abunə olub bizə dəstək olsanız çox sevinərik. Videonun alt hissəsində zəng işarəsini də aktiv edin ki, videomuz yüklənən kimi anında xəbərdar olasınız. Siz də hazırlayın əziz xanımlar. Yorumlarda sizin fikirlərinizi gözləyirik. Salamat qalın. İnşallah növbəti videolarımızda görüşənədək. Allah'a əmanət olun.